İkinci Dünya Müharibəsinə aid top 10 film. 10-cu yerdə Shoah 1985-ci ilin filmidir. IMDb 8. Kinematografiya tarixində sənədli bir filmdir. Holokostun tanınması üçün 9 saatlıq bir möhtəşəm əsərdir. 9-cu yerdə Жизнь прекрасна. IMDb 8.7. Möhtəşəm Robert Benigni aktyor insanı güldürə-güldürə ağladan bir filmdir. 8-ci yerdə Tarantina'nın çəkdiyi top film Бесславные ублюдки 2009-cu ilin filmidir. 7-ci yerdə 2014-cü ildə çəkilən Yarist filmi. IMDb 8.0. Brad Pitt'in iştirakı ilə olan bu film şah əsərdir. 6-cı yerdə Pearl Harbor 2001-ci il. Yaponların Amerika bazasına hücumundan sonra 2-ci Dünya Müharibəsinin yeni dövrü başladı. Düz demirəm? 5-ci yerdə Vrak u Vorot Enemy of Gate 2001-ci ilin filmidir. İki məşhur snayper arasında olan möhtəşəm qarşıdurmadan bəhs edir. 4-cü yerdə Bunker 2004-cü il. Hitler son dövrdə az qalmış heyəti ilə Reichi bunkerdən idarə edir. Onda da özünü hələ oradaca güllələyir. 3-cü yerimiz Spasaya Ryadovo. Steven Spielberg və Tom Hanks bu filmə görə bütün güclərini və emosiyalarını ortaya qoyublar. Filmdəki səhnələr insanı dəhşətə gətirir. İkinci yeri Schindler List filminə verirəm. Düşünürəm bu filmdən danışmaq heç ehtiyac yoxdur. Çünki bu kino aləminin şah əsərlərindən biridir. Bəs onda birinci yerimiz. Hər dəfə bu filmə baxanda insan dəhşətə gəlir. Səhnələri elə real çəkiblər ki, insan sanki özünü həmin dövrdə hiss edir. Bir neçə Oscar mükafatı almış bu film hələ də aktualdır. Xüsusən də Chopin'in Nocturne'u bu filmə xüsusi emosiya qatıb. Sizin ən sevdiyiniz müharibəyə aid filmlər hansıdır? Yazın, müzakirə edək. Bir də bu filmlərə yenidən baxmaq üçün mənim Telegram səhifəmə daxil olub baxa bilərsiniz. Mitofilm 1. Və birinci yerdə olan filmimiz əlbəttə ki, Piyanist.